Salam gənclər, bu videoda 2013-cü ildə keçirilmiş ikinci qrup qəbul imtahanı suallarının izahını verəcəyik B variantının. Birinci sualdan başlayaq. Sualda bizdən sadəcə sadələşdirmək istəyir. Sadələşdirmək üçün əvvəlcə birinci mötərizənin içinə ortaq məxrəci gətiririk. Ortaq məxrəcimiz olacaq bizim x kub y. Sürətdə onda olacaq y kvadratı vuracaq y-ə y kubu. Üstə gəlinsin 1 də vuracaq x kubuna x kubu. Bu iki mötərizənin arasında bölmə işarəsi var. Kəsrlər bir-birinə bölmək, ikinci kəsri birinci kəsri ikinci kəsrin tərsinə vurmaq deməkdir. Ona görə də ikinci mötərizəni tərsinə çevirəcəyik. Əvvəlcə ikinci mötərizəni alaq. İkinci mötərizəmizdə bizim məxrəcimiz olacaq, ortaq məxrəcimiz x kvadrat y. Biz həmin ortaq məxrəci yazacağıq sürətdə. Çünki yerlərini dəyişirik sürətdə məxrəcin. O zaman sürətdə nə olacaqdır? Olacaqdır bu y-ə vuracaqdıq deməli y-ə olacaqdır y kvadrat. Bu 1-i vuracaqdıq x kvadrat, daha doğrusu x y-ə, o zaman olacaqdır minus x y. Bu 1-i də vuracaqdıq x kvadrata. O da olur üstə gəlsin x kvadrat. Bizim üçüncü kəsrimizin əvvəlində də bölmə işarəsi var. Bölmə işarəsi olduğu üçün onu da tərs formaya çevirib vururuq. Yazırıq vurma işarəsi. Sürətimizi yazırıq məxrəcə. Burada bizim sürətimizdəki x minus y kvadratını açsaq, olacaq orada x kvadrat plus y kvadrat minus 2xy. Minus 2xy plus 4xy burada qalacaq plus 2xy. Və bu düsturda bizə verəcək x plus y-in kvadratını. Deməli, həmin o x plus y-in kvadratını yazırıq məxrəcə, çünki vurma işarəsi əldə əvvəlin. Sürətimiz də olacaq 1 üstə gəlsin y bölü x. Bunların ortaq məxrəci y-dir. Sürətdə olur y plus x. Həmin bu ədədi ifadəni yazırıq sürətə. Bu zaman da buradakı məxrəcdəki y düşür aşağıya. Sürətdə qalır sadəcə y plus x. Deməli, bu ifadəni indi sadələşdirməyə çalışaq. Bu y-lə bu y getdi. X kub plus y kubun əvəzinə yaza bilərik biz. Deməli, x plus y vurulsun. X kvadrat minus xy plus y kvadrat. Buradan da x plus y-lə bu ixtisar gedəcək. Bu ifadə ilə bu ixtisar gedəcək. Bu x kvadratla bu x-in kubunun ikisi ixtisar gedəcək. Geriyə nə qaldı? Geriyə qaldı məxrəcdə y vurulsun x plus y. Sürətdə nə qaldı? Sürətdə sadəcə qaldı x plus y. Bunlar da ixtisar getsə cavab qaldı 1 bölünsün y. 1 bölü y burada x də qalmışdı, y də qalmışdı. Ona görə x-i də yazmalıyıq bura. Cavabımız oldu 1 bölünsün x vurulsun y. Yəni y variantı. İkinci sual. İkinci sualda bizə AD-nin uzunluğu verilib 9. CD perpendikulyar AB-yə. Bucaq C 90 dərəcə. D-dən B-yə qədər məsafə 4 olarsa, AC bölünsün CB-ni tapın. Burada əgər biz A bucağına bir alfa desək, bura 90 dərəcə olduğu üçün buradakı bucaq olacaq 90 minus alfa. Çünki üç bucağın daxili bucaqların cəmi 180-dir ona əsasən. Həmçinin əgər bu A bucağımız alfadırsa və C bucağımız 90 dərəcədirsə, B bucağımız da olacaq 90 minus alfa. B bucağımız 90 minus alfa olduğu üçün bu arada qalan kiçik hissədə olacaq yenə alfa. Buradan nə nəticəyə gələ bilərik? Soldakı alınmış düzbucaqlı üçbucaqla sağda alınmış düzbucaqlı üçbucaq bir-birinə oxşardır. Çünki bucaqlar eynidir. Oxşar üçbucaqların oxşar tərəflərinin bir-birinə nisbəti bərabər olmalıdır. Yəni, ACD üçbucağına baxsaq, burada 90 dərəcənin qarşısında dayanıb x. Yazırıq x. Sağdakı üçbucağa baxsaq, orada 90 dərəcənin qarşısında dayanıb b.
Yazırıq yerinə B. Bərabərdir. Soldakı üçbucaqda 90 minus alfanın qarşısında dayanıb 9. Sağdakı üçbucaqda 90 minus alfanın qarşısında dayanıb bu hündürlük. H deyək hündürlüyə də. Bu da bərabərdir nəyə? Soldakı üçbucaqda alfanın qabağında dayanıb hündürlük. Sağdakı üçbucaqda alfanın qarşısında dayanıb 4. Deməli, buradan əvvəlcə biz tapa bilərik h-ı. Yəni, bu ikisini bir-birinə bərabərləşdirsək, buradan h kvadrat bərabər 36 olur. H da bərabər 6-ya. Bizdən nəyi soruşur? Bizdən AC bölü x bölsün B nisbətini soruşur. H-ın da yerinə 6 qoyduqda AC-yə demişdik x, CV-yə demişdik B. X böl B nisbəti olur 9 bölünsün 6. Onu da 3 ixtisar yerində qalır 3 bölünsün 2. C variantı. Üçüncü sual. Permütasiya 5-i hesablayın. Permütasiyanın ayağında əgər bir dənə ifadə, ədəd, rəqəm varsa, bu sadəcə 5 faktorial deməkdir. Yəni P5 bərabərdir 5 faktorialı, o da 120-yə bərabər olmalıdır. B variantı. Dördüncü sual. Verilmiş integralı hesablayın. Bu integralın içərisində modul ifadə olduğu üçün bizə integralın aralığı lazımdır əvvəlcə. İntegral aralığı 3-dən 6-ya qədər verilib bizə. 3-dən 6-ya qədər aralıqda baxırıq modulların içərisinə, buralar modullar müsbətdir yoxsa mənfidir. Məsələn, x minus 6-da x-in yerinə 3 və 6 arasında istənilən ədəd qoysaq, buradan mənfi ədəd alınır. 3 minus x-də də eyni elə. X-in yerinə istənilən ədədi qoysaq mənfi alınır. Deməli, bu ifadələri moduldan çıxardanda işarələrini əksinə dəyişəcək. Deməli, 3, 6 olduğu kimi qalır. X minus 6-da işarəsini əksinə dəyişəndə olacaq 6 minus x. Çıxılsın. Digər modulda yenə işarələri əksinə dəyişirik. Olur x minus 3. dx. Bu da bərabərdir təkrar 3-dən 6-ya 6 minus x plus 3. Çünki bu mötərizənin əvvəlində minus işarəsi var deyə içərisi əksinə dəyişdi. dx. Bu da bərabərdir 3-dən 6-ya 9 minus 2x dx. Deməli, bu ifadəni hesablamalıyıq. Bu ifadəni hesablamaq üçün əvvəlcə baxırıq, hansı ədədin törəməsi bizə 9 verir. 9x-in. Hansı ədədin törəməsi bizə mənfi 2x verir? Təbii ki, mənfi x kvadratdan. Deməli, bu ifadədə x-in yerinə əvvəlcə 6 qoyuruq, sonra x-in yerinə 3 qoyub aldığımız qiymətləri bir-birindən çıxırıq. X-in yerinə 6 qoyanda cavabımız olur 54. Çıxılsın 6-nın kvadratı 36. Sonra çıxırıq bundan x-in yerinə 3 qoyduğumuzdakı ifadəni, yəni x-in yerinə 3 qoyanda cavab olur 27, çıxılsın 9. Bunu həll eləsək, 54-dən 36 çıxanda qalır 18, çıxılsın 27-dən 9 çıxanda qalır 18. Bu da bərabər 0. Cavab oldu A variantı. 5-ci sual. 5-ci sualda bizə deyir, malın qiymətini əvvəlcə 40% azaltdılar, sonra yeni qiyməti 25% azaltdılar. Bunun malın qiymətini 100 zənn edib də hesablaya bilərsiniz. Amma həll yolu belədir. Malın qiymətinə deyirik 1x. Əvvəlcə bu x-i neynədilər? 40% azaltdılar. Yəni x-dən çıxırıq x-in 40%-nə. X-in 40%-i nə deməkdir? X vurulsun faiz göstərən ədəd bölünsün 100. Bu da bərabərdir x çıxılsın 0,4 x. Bu da bərabər 0,6 x-ə. Deməli, x-in qiymətini 40% azaldandan sonra ikinci qiyməti oldu 0,6 x. Sonra bizə deyir, yeni qiymətini 25% də azaltdılar. Yəni 0,6 x-dan çıxdılar 0,6 x-in 25%-nə.
Bu da bizə verəcək 25 ilə 100 ixtisar gedir. Qalır burada 4. 0,6x-i 4-ə böləndə olur 0,15x. 0,6x-dən çıxırıq 0,15x. Qalır 0,45x. Deməli, x-in ən son aldığı qiymət oldu 0,45x. Bizdən soruşub bunun ilkin qiyməti neçə faiz azaltdı? Neçə faiz azaldığını tapmaq üçün bizim bir düsturumuz var idi. B çıxılsın A, bölünsün A, vurulsun 100. Yeni qiymətdən köhnə qiyməti çıxıb, köhnə qiymətə bölüb 100-ə vururuq. Yəni, bizim burada yeni qiymətimiz 0,45x. Bu yeni qiymətimiz idi. Köhnə qiymətimiz bizim oldu x. Köhnə qiymətimiz yenə x vurulsun 100. Bu modul işarəsinin içərisində olur. Deməli, 0,45x-dən x çıxanda qalır 0,55x. O da modul işarəsində içində olduğu üçün mənfi yazmırıq əvvəlinə. Bölünsün x vurulsun 100. Burada x-lər ixtisar gedir. 0,55-də 100-ə vuranda olur 55. Cavabımız oldu 55% azalır. Altıncı sual. ABCD paraleloqramında əvvəlcə paraleloqramı çəkək. Bucaq A verilib bizə 60 dərəcə. BM AD tərəfinə çəkilmiş hündürlükdür. BM çəkirik. Bu hündürlükdür. M-dən D-yə qədər məsafə 8. A-dan M-ə qədər məsafə verilib bizə 4. Paraleloqramın perimetrini tapın. 4 və 8 olduğu üçün paraleloqramın qarşı tərəfləri bir-birinə bərabər olur. Deməli, BC-nin uzunluğu olacaq 12. Həmçinin bu bucaq A bucağı verilmişdi bizə 60 dərəcə. Bura 90 dərəcədir. Deməli, B bucağının bu aşağıda qalmış hissəsi olacaq 30 dərəcə. Və bizim düzbucaqlı üçbucaqda belə bir teoremimiz var idi. 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. 30 dərəcəli bucaq qarşısındakı katetimizin uzunluğu 4-dür. Deməli, hipotenuzumuz 8 olacaq. AB 8 olduğu üçün CD olur. 8 bizdən perimetrini soruşur. Perimetrdə olacaq A plus B vurulsun 2. 8 plus 12 vurulsun 2. Bu da verəcək bizə 40 D variantı. 7-ci sual. Bərabərsizliyin tam həllərinin cəmini tapın. Əvvəlcə bu bərabərsizlikdə bizə verilən ədəd olan hissəyə baxırıq, yəni dəyişən olmayan hissəyə. Bizə verilib 4 minus kök 17. 4-ü biz kökün altına salsaq, olar kök altında 16. Kök altında 16, kök altında 17-dən kiçik olduğu üçün bu verir bizə mənfi ifadəni. Bizə mənfi ifadə verdiyi üçün bizim ifadəmiz sonda böyük bərabər 0 olmalıdır. Deməli, bizim ikinci və üçüncü vuruqlarımız ya hər ikisi bir-birindən müxtəlif olmalıdır. Yəni, hər ikisi müsbət olsa, müsbət vur mənfi bizə mənfi ədəd verəcək. Yəni, 0-dan kiçik bərabər verəcək. Və yaxud mənfi olsa, yenə 0-dan kiçik bərabər verəcək. Ona görə biri müsbət olmalıdır, biri mənfi. Yəni, ya bu müsbət, bu mənfi, ya da bu mənfi, bu müsbət. Ayrı-ayrı həll edirik. Bir dəfə yazırıq x plus 2 böyük bərabər 0-dan və x minus 4 kiçik bərabər 0-dan. Bir dəfə isə yazırıq x plus 2 kiçik bərabər 0, x plus 4 böyük bərabər 0. Hər ikisini ayrı-ayrı həll edirik. Birincisini həll etsək, burada olur x böyük bərabər mənfi 2, x kiçik bərabər 4. Ədəd oxunda qeyd eləsək, 4 mənfi 2, biri mənfi 2-dən böyük bərabər yazılıb belə. Biri də 4-dən kiçik bərabər yazılıb belə. Bunların kəsişməsi bizə verəcək mənfi 2, 4 aralığını. İkinci bir tərəfdən x plus 2. Bu ifadəyə baxsaq, burada sol tərəfdə x kiçik bərabər olur mənfi 2-dən. Neysə, səhv yazmışam. Burada x minus 4 olmalıdır. Sağ tərəfdə isə x böyük bərabər olur 4-dən. Bunu ədəd oxunda qeyd eləsək, 4
-2. -2-dən kiçik bərabər verilib bura. 4-dən böyük bərabər verilib bura. Bunların kəsişməsi yoxdur, ikincinin həlli yoxdur ümumilikdə. Cavabımız oldu -2, 4 aralığı. Bizə nə deyir? Bizə deyir tam həllərinin cəmini tapın. Yəni -2-dən 4-ə qədər olan ədədlərin cəmini tapırıq. -2 çıxılsın 1, üstə gəlinsin 0, üstə gəlinsin 1, üstə gəl 2, üstə gəl 3, üstə gəl 4. Cavabımız da oldu 7. Yəni Y variantı. 8-ci sualda bizə deyir oturacağının tərəfi. Deməli, biz buraları təmizləyək. 8-ci sualda bizə deyir oturacağının tərəfi 8, yan səthin sayəsi 72 kvadrat santimetr olan düzgün üçbucaqlı piramidanın apofemini tapın. Düzgün üçbucaqlı piramida verilib bizə. Bu olsun düzgün üçbucaqlı piramidamız. Oturacağının tərəfi 8. Yan səthin sahəsi isə 72 kvadrat santimetr olan düzgün üçbucaqlı piramida. Əvvəlcə yan səthin sahəsi düsturu nə idi? Yan səthin sahəsi oturacağın tərəfi vurulsun apofem. Apofemə deyək bir A. Bölünsün 2 və vurulsun piramidanın oturacağının tərəflərinin sayı. Bizdə piramidanın oturacağı düzgün üçbucaqlıdır. Yəni 3-ə vururuq. Deməli, bizə tərəf verilib. Tərəf verilibsə 8. Apofem verilməyib bizə. Bölünsün 2, vurulsun 3. Yan səthin sayəsi bizə neçə verilib? Verilib bizə 72. 3, 72 ixtisar gedir, qalır geriyə 24. 8 ilə 24 ixtisar gedir, qalır geriyə 3. Deməli, apofemimizin uzunluğu bərabər oldu 6-ya. C variantı. 9-cu sual. 9-cu sualda bizə kompleks ədədlər verilir və bu kompleks ədədlərin hasilini soruşur. Əgər kompleks ədədlər sinus, kosinus formasında verilibsə bizə, o zaman onların hasilini tapmaq üçün R-ləri bir-birinə vururuq. Trigonometrik ifadənin içərisindəki dərəcə qiymətlərini isə bir-biri ilə toplayırıq. Yəni, Z1 vurulsun Z2 bərabərdir 2 vurulsun 7. Mötərizənin içərisində kosinus 70 üstə gəlinsin 20. Eyni ilə sinus üçün. I vurulsun sinus 70 plus 20. Bu da bərabərdir 14 vurulsun. Kosinus 70 plus 20 eləyir, kosinus 90, kosinus da 90 dərəcədə alır 0. Üstə gəlinsin, i vurulsun, sinus 90, sinus da 90-da alır 1. Cavabımız da olur 14i. Yəni D variantı. 10-cu sual. Bizə ardıcıllıq verilib, bu ardıcıllığın ən böyük həddinin nömrəsini soruşur. Əvvəlcə bizə ardıcıllıq verilibsə, ardıcıllığın əyağındakı n ancaq müsbət ədədlər ola bilər və tam ədədlər ola bilər. Yəni, n-in yerinə kəsr ədəd yaza bilmərik. Bizdən ən böyük həddinin nömrəsini soruşduğu üçün əvvəlcə baxmalıyıq. Bu ardıcıllıqda n-in yerinə neçə olduqda bu ardıcıllığın qiyməti daha böyük olur. Ardıcıllığın ilk tərəfi sabitdir, 20 verilib. İkinci tərəf isə kvadratik ifadədir. Yəni, heç bir zaman mənfi olmur, həmişə müsbət olur. Ona görə də bu ardıcıllığın ən böyük olması üçün bu kvadratik ifadə ən kiçik olmalıdır ki, 20-dən nə qədər kiçik ədəd çıxsaq, alınmış ifadə bir o qədər böyük olar. Deməli, həmin bu kvadratik ifadənin də kiçik olması üçün bu içəridəki 18 onda 3 minus n kiçik olmalıdır. Biz n-in yerinə burada 18 də qoya bilərik, 19 da qoya bilərik. Amma n-in yerinə 18 qoyanda biz 0 onda 3-ün kvadratını hesablayırıq. 19 qoyanda 0,7-nin kvadratını. 0,7-nin kvadratı daha böyük olduğu üçün 20-dən daha böyük ədəd çıxacağıq və geriyə biraz daha kiçik ədəd qalacaq. Bizdən ən böyük ədəd soruşduğu üçün 0,3 kvadratı hesablamalıyıq. Deməli, n-in yerinə qoyacağıq 18. Bu da olacaq bizim 18-ci həddimiz. Çünki bizdən həddin nömrəsini soruşur. Yəni n-i. Cavab oldu B variantı. 11-ci sual.
A 5-3 nöqtəsi verilib, həmin 5-3 nöqtəsindən bizə verilmiş çevrəyə qədər məsafəni soruşur. Bunu tapmaq üçün əvvəlcə çevrənin mərkəzinin koordinatlarını və radiusunu tapmalıyıq. Bunu necə tapırıq? X-ları yan-yana yığırıq, Y-ləri yan-yana. X-ları yan-yana yığanda olur x kvadrat plus 2x. Bu 2x-dən sonra plus neçə yazsaq, bu bizə kvadratik ifadə verər. Məsəl üçün, plus 1 yazsaq, bu bizə nə verər? X plus 1-in kvadratını verərmi? Bəli, verər. Onun üçün bunu belə yazırıq. Üstə gəlinsin y kvadrat plus 10y plus, burada neçə yazsaq bizə nəyisə kvadratını verər? Təbii ki, 25. Bu 25-i necə alırıq? 10-u bölürük 2-yə, olur 5. 5-in də kvadratı 25. Yəni qısaca. Bu da bizə verəcək y plus 5-in kvadratı. Biz plus 1 yazdıq, plus 25 yazdıq. Oldu plus 26. Deməli, biz bura minus 26 da yazmalıyıq bu yazdığımız plusların əvəzinə. Çünki boş-boşuna durduğu yerə plus 1, plus 25 yazmaq olmaz. Həmçinin bizdə burada var idi plus 22, onu da qeyd edək. Bərabər 0-a. Deməli, bu ifadə oldu x plus 1-in kvadratı. Üstə gəlsin y plus 5-in kvadratı. Mənfi 26-nın üstünə 22 gəndə olur mənfi 4. Həmin mənfi 4-ü atırıq sağ tərəfə. Çünki radiusunu tapmalıyıq. Olacaq bərabərdir 4-ə. 4-ü də biz yazırıq 2-nin kvadratı kimi. Çünki bizim düsturumuzda, açılışımızda bərabərliyin sağında y kvadrat yazılıb. Deməli, buradan mərkəzin koordinatlarını tapdıq. Mənfi 1, mənfi 5. Mərkəzin koordinatları bu x-dan və y-dən sonraki ədədlərin əksidir. Radiusumuzu da tapdıq. Radius da bərabərdir 2-yə. Hansı ədədin kvadratı yazılıbsa o radiusdur. Bizə hansı nöqtə verilib? Müsbət 5, müsbət 3 nöqtəsi verilib. Əvvəlcə iki nöqtə arasındakı məsafə düsturu ilə bu ikisi arasındakı məsafəni tapırıq. Sonra həmin məsafədən radiusu çıxırıq. Çünki məsəl üçün deyək, çevrə buradadır, nöqtə buradadır. Bu nöqtə ilə bu çevrənin mərkəzi arasındakı məsafəni tapanda bu bizə nöqtə ilə çevrə arasındakı məsafəni vermir. Çünki nöqtə ilə çevrə arasındakı məsafə, baxın bu məsafədir. Nöqtənin çevrəyə toxunduğu məsafə bizə verir nöqtə ilə çevrə arasındakı məsafəni. Ona görə də ümumi məsafəni tapıb, oradan bu radiusu çıxacağıq. Deməli, mənfi 1, mənfi 5, 5, 3 nöqtəsi arasındakı məsafəni tapırıq əvvəlcə. Bunun üçün istifadə edirik. x2 çıxılsın x1-in kvadratı, yəni 5 çıxılsın mənfi 1. Mənfi olur müsbət. Üstə gəlinsin y2 çıxılsın y1-in kvadratı, yəni 3 çıxılsın mənfi 5, o da plus 5 olacaq kvadratı. Bu da bərabərdir 10-a. Deməli, bu ikisi arasında, iki nöqtə arasındakı məsafə oldu 10. Həmin ondan da radiusu çıxanda, yəni 2-ni. Qaldı geriyə 8. Cavabımız oldu 8. C variantı. On ikinci sual. 12-ci sualda iti bucağı 45 dərəcə, kiçik oturacağı 8 sm və hündürlüyü 4 sm olan düzbucaqlı trapesiyanın sahəsini tapın. Düzbucaqlı trapesiya verilib bizə. İti bucağı 45 dərəcə. Hündürlüyü 4. Kiçik oturacağı 8. Bizdən sahəsini soruşur. Sahəni tapmaq üçün buradan bir hündürlük çəkirik aşağıya. Həmin hündürlüyümüz də bərabər olur elə 4-ə. Çünki burada bir dördbucaqlı yaranıb. Bura oldu 8. 45 dərəcə olduğu üçün bu bucaq da olacaq 45 dərəcə. Bu bucaq 90 dərəcə idi. Deməli, burada bərabəryanlı düzbucaqlı üçbucaq var. Bərabəryanlı üçbucaqlarda da yan tərəflər bir-birinə bərabər olurdu. Yəni, bu hündürlük 4-dürsə, deməli, burada 4-dür. Bizdən nəyi soruşur? Trapesiyanın sahəsini soruşur. Bu trapesiyanın sahəsini tapmaq üçün əvvəlcə bu düzbucaqlının sahəsini tapırıq. Sonra da bu üçbucağın sahəsini tapıb bir-biri ilə toplayırıq. Yəni, düzbucaqlının sahəsi olacaq 8 vurulsun 4. Üçbucağın sahəsi olacaq 4 vurulsun 4 bölünsün 2. Yəni, katetlərin hasilinin yarısı. Bu da bizə verəcək 32 üstə gəlinsin. 8 cavab oldu 40. Y variantı. 13-cü sual. 13-cü sualda funksiyanın törəməsini tapın deyir. Bu sadə sualdır. 2x-in törəməsi bizə verir 2.
Kosinus 2x'in törəməsi bizə verir mənfi sinus 2x vurulsun 2. Sinus 4x'in törəməsi bizə verir kosinus 4x vurulsun 4. Cavabımız oldu 2 çıxılsın 2 sinus 2x üstə gəlinsin 4 kosinus 4x. D variantı. 14-cü sual. X-in verilmiş parçaya daxil olan elə qiymətlərinin cəmini tapın ki, bu qiymətlərdə verilmiş ardıcıllıq ədədi silsilə olsun. Bu ardıcıllığın ədədi silsilə olmağı üçün ədədi silsilədə belə bir qayda var idi. Ortadakı hədd onunla eyni məsafədə olan yan hədlərin cəminin yarısına bərabər idi. Yəni sinus kvadrat 3x bərabərdir 3 sinus 3x çıxılsın 1 bölünsün 2. Hər tərəfi 2-yə vursaq, olacaq 2 sinus kvadrat 3x və eyni zamanda sağdakı ifadələri sola atsaq bir dəfəlik. Olacaq çıxılsın 3 sinus 3x üstə gəlinsin 1 bərabərdir 0-a. 2 sinus kvadrat 3x ayırıq 2 sinus kvadrat 3x və sinus, daha doğrusu 2 sinus 3x və sinus 3x kimi. Müsbət 1-i də ayırırıq mənfi 1, mənfi 1 kimi. Çünki mənfi 1, mənfi 1 kimi ayıranda bunları çarpazlayıb toplayanda bizə verəcək mənfi 3 sinus 3x. Deməli, vuruqlar ayrılışı necə olacaq onda? 2 sinus 3x çıxılsın 1 vurulsun sinus 3x çıxılsın 1 bərabər 0. Ayrı-ayrı hər bir vuruğu bərabər edirik 0-a. Əvvəlcə yazırıq 2 sinus 3x minus 1. Buradan sinus 3x bərabərdir 1 bölünsün 2-yə. Buradan da 3x bərabər olacaq mənfi 1 üstü k arc sinus 2-də 1 üstə gəlinsin pi k. X da buradan bərabər olacaq. Deməli, mənfi 1 üstü k arc sinus 2-də 1 bizə verir pi bölünsün 6-nı. Pi bölünsün 6-nı da 3-ə böləndə olur pi bölü 18. Üstə gəlinsin pi k bölü 3. Deməli, k-nın yerinə kiçik ədədləri qoyub yoxlayırıq əvvəlcə. Görək 0 pi bölünsün 4 aralığını düşəcək ya yox. K-nın yerinə 0 qoysaq, cavabımız olacaq pi bölünsün 18. Və pi bölü 18 bu aralığa düşür. K-nın yerinə 1 qoysaq, cavab olacaq mənfi pi bölünsün 18 çıxılsın, daha doğrusu üstə gəlinsin pi bölünsün 3. Pi bölünsün 3-ün də yerinə yaza bilərik 18-də 6 pi. Bu da bizə verəcək 18-də 5 pi-ni. 18-də 5 pi-də də pi-nin yerinə 180 qoyub hesablasaq, cavab olur 60 dərəcə. Bizə isə pi bölü 4 verilib, yəni 45 dərəcə. Böyük olduğu üçün bu aralığa aid deyil. Və bir dənə də mənfi 1 qoyub yoxlayaq görək, alınacaqmı? Mənfi 1 qoyanda olur. Olacaq mənfi pi bölünsün 18 çıxılsın pi bölünsün 3. Onun da yerinə yazaq 6 pi bölü 18. Bu da onsuz 0-dan kiçik ədəd olduğu üçün həllimiz olmayacaq. Çünki bizə 0-dan böyük ədədlər lazımdır. Deməli, birinci həllimiz oldu pi bölünsün 18. İndi ikinci həllimizi axtarırıq. İkinci həllimiz üçün ikinci vuruğu həll etməyə başlayırıq. Burada olacaq sinus 3x minus 1 bərabər 0-a. Buradan sinus 3x bərabər 1. 3x də bərabər olur. Sinus 1-i neçə dərəcədə alırdı? 90 dərəcədə. Yəni pi bölünsün 2-də. Üstə gəlinsin 2 pi n. Buradan da x bərabər oldu. Pi bölünsün 6. Üstə gəlinsin 2 pi n bölünsün 3. Burada da n-in yerinə kiçik ədədlər qoyub yoxlayaq. N-in yerinə 0 qoyanda olur pi bölünsün 6. Pi bölünsün 6 pi bölü 4-dən kiçikdir. Həll kimi götürürük. N-in yerinə 1 qoysaq əgər, olacaq 6-da 4 pi
toplayanda altda 5pi olur. Bu da ortaq mərkəzi gətirəndə pi bölü 4-dən daha böyük olur. Yəni həll deyil. N-in yerinə -1 qoysaq, -1 qoyanda olacaq 6-dan -4pi. O da bizə verəcək mənfi həll. Mənfi həll də biz götürmürük, çünki 0-dan böyüklər lazımdır. Deməli, həllərimiz oldu pi bölü 18 və pi bölü 6. Bizdən bunların cəmini soruşur. Pi bölü 18 ilə pi bölü 6-nı toplayırıq. Pi bölü 6-nı yerinə yazaq, 3-ə vuraq hər tərəfi. 3pi bölünsün 18. Bu da bizə verəcək 18-də 4pi bərabərdir 2pi bölünsün 9. Cavab oldu A variantı. 15-ci sual. Bərabərsizliyi həll edin. 0 tam 1000-də 125-in yerinə yaza bilərik. 0 tam 10-da 5 üstü 3. 0 onda 5-i 0 onda 5-ə vuranda olur 0 tam 125. 10 da 0 onda 5-ə vuranda 0 tam 1000-də 125 olur. Deməli, bizim əsaslarımız oldu eyni. Ona görə qüvvətləri müqayisə edirik. Yəni, x-i və 3-ü. Əsaslarımız 1-dən kiçik olduğu üçün qüvvətləri müqayisə edəndə bu işarəni əksinə dəyişirik. Olur belə. X böyük 3. 3-dən müsbət sonsuzluğa cavab Y variantı. 16-cı sual. Tənliyin tam köklərinin sayını tapın. Tənliyin bir tərəfi moduldur, bir tərəfi sadə formadadır. Bunu həll etmək üçün əvvəlcə sağ tərəfə baxırıq. Sağ tərəfdəki ifadə soldakı ifadənin tam əksidir. X kvadrat müsbətdir, x kvadrat mənfi. Mənfi x, müsbət x. Mənfi 20, müsbət 20. Deməli, modulun içərisindəki ifadə mənfi imiş ki, onu moduldan çıxardanda içəridəki ifadələrin qiyməti əksinə dəyişib. Yazırıq x kvadrat minus x minus 20 kiçik bərabərdir 0-dan. Bu ifadə olur x minus 5 vurulsun x plus 4 kiçik bərabər 0. Buradan da x daxil olacaq. Mənfi 4, müsbət 5 aralığına. Bizdən nəyi soruşur? Tam köklərinin sayını tapın. Mənfi 4-dən müsbət 5-ə kimi 4, 8, 9, 10 dənə həll var. Cavab oldu A variantı. 17-ci sual. Verilmiş tənlikdən x-i tapın. Verilmiş tənlikdə toplananların hər ikisi kvadratik ifadədir. Yəni, kvadratik ifadələrin mənfi qiyməti yoxdur. Deməli, bunların cəminin 0-a bərabər olması üçün, deməli, bu kvadratik ifadədə olmalıdır 0, bu kvadratik ifadədə olmalıdır 0. Əvvəlcə soldakı mötərizəni 0-a bərabərləşsək, burada olacaq 5-də 3y bərabərdir. Ya da uzun yazaq. Çıxılsın 9 bərabər 0-a. Burada olacaq 3y bölünsün 5 bərabər 9. İxtisar eləsək, y bərabər olur 15-ə. Y 15 olsa, burada y-in yerinə yazırıq 15. Olur 2-də 1x. Üstə gəlinsin 7 bərabər 0. X bölünsün 2 bərabər olur. Mənfi 7-yə x də bərabər mənfi 14. Bizdən x-i soruşurdu. Cavab oldu mənfi 14 C variantı. 18-ci sual. LG2, yəni loqaritma 10 əsasdan 2 verilib, 10 əsasdan 7 verilib. Bizə loqaritma 5 əsasdan 98-i soruşur. Bunu tapmaq üçün loqaritma 5 əsasdan 98-i yazırıq. Loqaritma 5 əsasdan 49 vurulsun 2. Əgər loqaritmanın içərisində vurma yazılıbsa, kənarda bunu ayrı-ayrı loqaritmaların cəmi kimi göstərə bilərik. Yəni, yazırıq loqaritma 5 əsasdan 49 üstə gəlinsin loqaritma 5 əsasdan 2. 49-u yaza bilərik 7-nin kvadratı kimi. Həmin bu kvadratı da ata bilərik əvvələ. Bu ifadəni həlləmək üçün sola baxırıq. Bizə loqaritma 10 əsasdan 2 verilib. Loqaritma 10 əsasdan 2-ni ehtiyac yoxdur hesabına. Loqaritma 10 əsasdan 7-yə baxaq. Baxın, loqaritma 10 əsasdan 7-ni biz vursaq, loqaritma 5 əsasdan 10-a. Burada nə olacaq? Onu da ixtisar gedəcək. Qalacaq geri loqaritma 5 əsasdan 7.
Bizdə loqaritma 5 əsasdan 7 lazımdır. Bərabərdir loqaritma 5 əsasdan 7-yə. Həmin loqaritma 5 əsasdan 10-u tam tərsi formada atırıq məxrəcə. Məxrəcdə loqaritma 10 əsasdan 5. Və sağdakı bizdən soruşduğu ifadə loqaritma 5 əsasdan 7-nin yerinə yazırıq onu. Yazırıq loqaritma 10 əsasdan 7 və 2-nin də əvvəlində yazırıq. 2 vurulsun loqaritma 10 əsasdan 7 bölünsün loqaritma 10 əsasdan 5. Üstə gəlinsin. Bu dəfə də bizə lazımdır loqaritma 5 əsasdan 2. Bunun üçün də loqaritma 10 əsasdan 2-ni vururuq loqaritma 5 əsasdan 10-a. Onlar ixtisar gedir, geriyə qalır 5 əsasdan 2. Sonra bunu tam tərs formada atırıq məxrəcə. Məxrəcdə olur loqaritma 10 əsasdan 5. Bərabər nəyə? Loqaritma 5 əsasdan 2-yə. Loqaritma 5 əsasdan 2-ni yerinə yazaq. Log 10-dan 2 bölünsün log 10-dan 5. Məxrəclər eynidir. Ona görə məxrəci olduğu kimi saxlayırıq. Sadəcə məxrəcdə 5-in əvəzinə yazırıq 10 bölünsün 2. Sürətdə oldu 2 vurulsun loqaritma 10 əsasdan 7. Loqaritma 10 əsasdan 7 bizə verilib B. Yəni sürətdə olacaq 2B. Üstə gəlinsin loqaritma 10 əsasdan 2. Bu da verilib bizə A. Bərabərdir. Sürət olduğu kimi qalır. Loqaritma 10 əsasdan 10 bölünsün 2 o deməkdir ki, loqaritma 10 əsasdan 10 çıxılsın loqaritma 10 əsasdan 2. Loqaritma 10 əsasdan 10 bizə verir 1. Loqaritma 10 əsasdan 2 də bizə verir A-nı. Cavabımız oldu 2B plus A bölünsün 1 minus A. B variantı. 19-cu sual. Aşağıdakı bucaqlardan hansı iki müstəvi arasındakı bucaq ola bilər? İki müstəvi arasındakı bucaq həmişə 90 dərəcədən kiçik olmalıdır. Bunu nəzərdə saxlayın. Yəni 30 dərəcə ola bilər, 40 ola bilər və 70 ola bilər. 1, 3, 5. Cavab D variantı. 20-ci sual. İfadənin qiymətini hesablayın. Bu ifadənin qiymətini hesablamaq üçün ən kiçik həddə baxır. Ən kiçiyimiz budur. Əvvəlcə burada kökün içərisindəki ifadələrin hər birini vururuq 2-yə. 4-ü 2-yə vuranda olur 8, 2-yə vuranda 2 kök 15 və məxrəci də bir dənə 2 yazırıq. 8 çıxılsın 2 kök 15-in əvəzinə biz yaza bilərik. Deməli, kök 3 plus kök 5-in kvadratı. Kök 3 plus kök 5-in kvadratı bizə nə verəcək? Kök 3-ün kvadratı, yəni 3. Kök 5-in kvadratı 5. Üstə gəlsin 2 vurulsun kök 3 vur kök 5, yəni kök 15. Deməli, düzgün yazmışıq. Moduldan ifadənin bu belə olacaq. Məxrəci də bir dənə 2. Bu ifadəni kökün altından çıxardanda kökün altından çıxacaq kök 3 plus kök 5. Məxrəcdə də qalacaq kök altında 2. Sonra deməli bu ifadə qaldı, bu ifadə qaldı və bu ifadə qaldı. Sonra ikinci vuruqla üçüncü vuruğu bir-birinə vururuq. Yəni kök 10 minus kök altında 6 vurulsun. Kök 3 plus kök 5. Bu ifadədə də baxın burada hər tərəfi vururuq kök altında 2-yə. Yuxarını da kök altında 2-yə vuranda olur kök altında 6, kök altında 10. Məxrəcdə isə qalır sadəcə 2. Onda bunu da belə vuracağıq. Kök 10 plus kök 6 bölünsün 2. Bu 2, bu 2-dir. Demək, kök 10 minus kök 6 vurulsun kök 10 minus
plus kök 6. A çıx B vurulsun A plus B. Bizə verəcək A kvadrat çıx B kvadratı. Yəni kök 10-un kvadratı çıxılsın kök 6-nın kvadratı. Bölünsün 2. Burada kiçik səhvə yol vermişik. Burada aralarında deməli minus işarəsi olduğuna görə biz burada yazırıq kök 5 minus kök 3-ün kvadratı. Çünki aşağıda aralarında minus işarəsi var. Bu ifadəni də kökün altından çıxardanda yenə eyni qaydada qalır. Olduğu kimi yazın buranı. Baxın, kökün altından çıxardığında qalacaq kök 5 minus kök 3 bölünsün kök 2. Bunu da hər tərəfini kök 2-yə vuranda qalacaq kök altında 10 çıxılsın kök altında 6 bölünsün 2. Həmin 2-ni də ümumi məxrəcə yazıram. Deməli, sonra baxın, bu ikisini vururuq bir-birinə. Bir-birinə vuranda olacaq kök 10 minus kök 6 vurulsun kök 10 minus kök 6. A çıx B vurulsun A çıx B. Bu bizə verəcək A kvadrat, yəni kök altında 10-un kvadratı. Üstə gəlsin kök altında B-nin kvadratı. Çıxılsın 2 AB. Kök 10 vurulsun kök 6. Bu da bizə verir kök 60. Məxrəzdəki 2 olduğu kimi qalır. Və bu ifadəni vururuq 8 plus 2 kök 15-ə. Deməli, burada nə olur? Baxın, bu ifadədə 2-ni atırıq mötərizənin xaricinə. Olur 2 vurulsun, 8 çıxılsın, 60-ı da 4 vur 15 kimi yazsaq, 4-ü 2 kimi, kök altına 4-ü 2 kimi kök altının əvvəlini ata bilərik. Olacaq 8 çıxılsın 2 kök 15. Vurulsun 8 plus 2 kök 15. Bölünsün 2. Bu 2 ilə bu 2 ixtisar gedir. A minus B, A plus B olacaq burada. Bu da bizə verəcək A kvadrat çıx B kvadrat. A kvadratımız 64, B kvadratımız 60. Cavab da oldu 4. D variantı. 21-ci sual. Silindrin oturacağının sahəsinin onun yan səthinin sahəsinə nisbəti 1/4 kimidir. Silindrin oturacağının sahəsi bərabər idi pi r kvadratına. Yan səthinin sahəsi isə bərabər idi 2 pi r vurulsun h. Bəli, belə idi. Bu bizə verilib 1/4 nisbətində. R ixtisar getsə, pilər getsə, biz alarıq r bölünsün 2h bərabər 1/4. Bu 2 ilə də bu 4 ixtisar getsə qalır 2. Deməli, h bərabərdir 2r-ə. Bu silindri çəkək. Bu məsafə olsun r. Bura olsun 2r. Bizdən nə soruşur? Ox kəsiyinin diaqonalları. Ox kəsiyi, baxın, budur. Diaqonalları da çəksək, bu olacaq bizim birinci diaqonalımız. Bu da olacaq ikinci diaqonalımız. Baxın, h bərabər 2r olduğu üçün burada r-dir, burada r-dir. Aşağı tərəfin uzunluğu oldu bizdə 2r. Sağ tərəfin uzunluğu da oldu 2r. Həmçinin üst tərəfin uzunluğu 2r, sol tərəfin uzunluğu da 2r. Yəni, bütün tərəflər bir-birinə bərabərdir. Bütün tərəfləri bir-birinə bərabər olan 4 bucaqlıda diaqonallar arasındakı bucaq 90 dərəcə olur. Həm rombda, həm də kvadratda. Cavab oldu 90 dərəcə. 22-ci sual. Bizə əbəv verilib 162, m-i tapın. Bunu hesablamaq üçün əvvəlcə 162-ni vuruqlarına ayırırıq. 2-yə böləndə 81.
3'ə böləndə 27, 3'ə böləndə 9, 3'ə böləndə 3, 3'ə böləndə 1. Deməli, bizim oldu 1 dənə 2'miz, 4 dənə 3'ümüz. Sonra m-i vuruqlarına ayıranda, biz əbabı necə hesablayırdıq? Əbabda m və n-in vuruqlarında ortaq olan ədədlər götürülürdü. Yəni, m və n-in vuruqları ayrılışında hansı hədlər eynidirsə və saylar nə qədərdirsə onlar yazılır. Yəni, bizim bu 162-nin vuruqlarını elə çıxır ki, m və n-in sadə vuruqlara ayrılışında eyni sayda 1 dənə 2 var, 4 dənə də 3 var. N-in yerinə bizə verilib 12 üstü k. 12-ni yazırıq 2 vurulsun, 2 vurulsun 3 kimi. Bunların hamısının üstü k, k, k. Bu da bizə verəcək 2 üstü 2k vurulsun 3 üstü k. Deməli, n-də 2'mizin sayı 2k qədər, 3'ümüzün sayı k qədərdir. M-də isə 2'nin sayı 1 dənə, 3'ün sayı k plus 1 qədərdir. Hər ikisində ortaq 4 dənə 3 olduğu üçün k-nın yerinə elə də yazmalıyıq ki, 3'lərin sayı 4 dənə olsun hər ikisində. İkincidə n-də k-nın yerinə 4 yazsaq əgər, olacaq bizim 8 dənə 2'miz, 4 dənə də 3'ümüz. Bu n üçünü daha doğrusu yerlərini dəyişək. M-də necə olacaq? M-də olacaq 1 dənə 2, 5 dənə də 3. Bizə verilmiş şərtləri ödəyirmi? Bəli, ödəyir. Çünki M və N-də ortaq olan vuruqlara baxsaq, 1 dənə 2 var ortaq və 4 dənə də 3 var. Bu da bizə verir 162-ni. Bizdən nəyi soruşur? Bizdən M-i soruşur. K-nın yerinə 4 qoyduqsa M-imizdə olacaq 2 vurulsun 3 üstü 4 plus 1, 5. Bu da bizə verir 2 vurulsun 3 üstü 5 bərabərdir. Deməli, 3 vur 3, 9, 27, 81, 243. 2 vurulsun 243. Bu da olacaq 486. Cavabımız oldu 486. %23-cü sual. İfadənin qiymətini hesablayın. Burada 23-cü sualda ifadənin qiymətini hesablayın deyir. Qiymətini hesablamaq üçün əvvəlcə bunu sadələşdirməliyik. Sadələşdirmək üçün nə edirik? Sürətdə cəmin hasilə çevrilməsi düsturunun istifadə edirik. Yəni, sinus alfa plus sinus betanın bir düsturu var ilə açılışı. 2 vurulsun sinus alfa plus beta bölünsün 2, vurulsun kosinus alfa minus beta bölünsün 2. Bu ifadəni yazırıq. Yəni, sürətdə olacaq 2 vurulsun sinus 65 ilə 25 toplayanda 90 bölünsün 2, 45. Vurulsun kosinus 65'dən 25 çıxanda qalır 40. 40'ı da 2'yə böləndə olur 20. Sinus 45 bizə verir kök altında 2 bölünsün 2'ni. Məxrəcdə qalır 2 kök altında 2 və bu məxrəcdəki 2 də gedir bura. Burada da qaldı sinus 35, sinus 55. Sinus 35'i olduğu kimi saxlayırıq. Sinus 55'in əvəzinə yazırıq kosinus 35. Necə yazırıq? Yəni, sinus alfanın əvəzinə yazırıq kosinus 90 çıxılsın alfa. Yəni, sinus 55'in əvəzinə yazırıq kosinus 90 çıxılsın 55. 90'dan da 55 çıxanda qalır kosinus 35 dərəcə. Bu ifadə bərabər deməli, kök 2'lər gedir, 2'lər gedir. Sürətdə qalıb sadəcə kosinus 20. Və bizdə aşağıda alınıb 2 sinus alfa, kosinus alfa. Bu nəyin açılışı idi? Sinus 2 alfanın, yəni sinus 70'in açılışı idi. Sinus 70'in də əvəzinə dediyim kimi yenə yazırıq kosinus 20. Sürətdəki kosinus 20 ilə ixtisar gedir. Cavab qalır 1.
24-cü sual. Mərkəzi O nöqtəsində olan çevrə üçün uyğunluğu müəyyən edin. Birinciyə baxsaq, 25-35 dərəcə A-nın qiyməti verilib bizə. Burada baxın, A bu qövsə çəkilmiş, daxilə çəkilmiş bucaqdır. Alfa da həmin qövsə çəkilmiş mərkəzi bucaqdır. Əgər mərkəzi bucaqla daxilə çəkilmiş bucaq eyni qövsə söykənibsə, o zaman mərkəzi bucaq daxilə çəkilmiş bucağın 2 qatına bərabərdir. Yəni, burada daxilə çəkilmiş bucağın dərəcə ölçüsü bərabərdir 60-a, deməli, alfa da bərabər 120-yə. Həmçinin bu çevrədə baxın, bura bizə R verir, bura da R verir. Əks R olduğu üçün burada bərabər yanlış bucaq alınır. Sol bucaq 25 dərəcəsi, deməli, beta da bərabərdir 25 dərəcəyə. Baxaq, hansılar uyğundur? C variantına yazılıb alfa plus beta bərabər 145. Bu birinciyə uyğundur. Digərləri uyğun deyil. İkinciyə baxaq. İkincidə alfa bərabərdir 2 betaya. Çünki bayaq dedim, mərkəzi bucaq daxilə çəkilmiş bucağın 2 qatına bərabərdir. Əgər eyni qövsə söykəniblərsə. Burada deməli, alfanın yerinə yazaq bir dəfəlik 2 beta. Bu bucaq açıq bucaqdır, yəni 360 dərəcədir. Deməli, bu geriyə qalan olacaq 360 çıxılsın 2 beta. O zaman burada alınır bir dənə 4 bucaqlı. 4 bucaqlının da daxili bucaqlarının cəmi bərabərdir 360-a. Burada daxili bucaqlarımız olur beta 20 dərəcə, 45 dərəcə və 360 çıxılsın 2 beta. Bərabər 360-a. Bu gedir. Mənfi betaları sağ tərəfə atsaq, sağda qalacaq beta, solda isə qalacaq 20 plus 45, yəni 65. Deməli, beta oldu 65 dərəcə. Biz demişdik, alfa 2 betaya bərabərdir. Onda alfa da olacaq 130 dərəcə. A variantında yazılıb alfa bərabər 130 dərəcə. Bu da uyğundur ikinciyə. Üçüncüyə baxsaq son olaraq, üçüncüdə də eyni qayda ilə 140 dərəcənin bu hissəyə bura düşən hissəsi olur 220 dərəcə. 220 dərəcə isə əgər 4 bucaqlının daxili bucaqlarının cəmi 360 olmalı idi. Ona görə yazırıq alfa plus beta plus 220 plus 25 bərabər 360-a. Buradan da alfa plus beta bərabərdir 115 dərəcəyə. Alfa plus beta 115 oldu və burada alfa daxilə çəkilmiş bucaqdır, 140 dərəcə isə mərkəzi bucaq. Deməli, alfa həmin 140 dərəcənin yarısına bərabərdir, yəni 70-ə. Alfanın yerinə 70 dərəcə qoyanda beta olur 45 dərəcə. Deməli, alfa 7, beta 45. Bizə B variantına yazılıb beta bərabər 45 dərəcə. Bu da uyğundur üçüncüyə. D variantı heç birinə uyğun deyil. Verici cavab oldu 1C, 2AY, 3B. 25-ci sual. Uyğunluğu müəyyən edin. Əvvəlcə ABCD'yə baxaq. Burada bizə funksiyanın ən kiçik qiymətləri yazılıb. Təpə nöqtəsinin koordinatları, təpə nöqtəsinin yerləşdiyi yerlər yazılıb. Baxaq. Birinci funksiyaya baxaq. Birinci də kvadratik funksiyadır. Kvadratik funksiyada deməli, təpə nöqtəsini tapmağa çalışaq. Təpə nöqtəsinin koordinatları n və n idi. N və n içində düsturlar var idi. Mənfi B bölünsün 2A. N üçün düstur isə mənfi D bölünsün 4A. Burada D diskriminantdır. Birincidə m-in koordinatlarını tapsaq, olacaq mənfi 8 bölünsün 4A. Daha doğrusu 2A. Yəni 2 vurulsun 1, 2. Bu da bizə verəcək 4. M-in koordinatı 4. N-in koordinatını tapsaq. Mənfi. D-nin açılışı nə idi? B kvadrat çıx 4A. Yəni 8-in kvadratı 64. Çıxılsın 4 vurulsun 1 vurulsun 5. Məxrəcdə 4A. 64-dən çıxanda 20-ni qalır 44. Qarşısında mənfi işarəsi var. Olur mənfi 44.
bölünsün 4 bərabər -11-ə. Deməli, funksiyanın ən kiçik qiyməti -11 verilib A variantında. Birinci funksiyaya baxsaq, birinci funksiyada bizim A-mız böyükdür 0-dan. A 0-dan böyükdürsə, deməli, bu funksiyanın qrafik üzü yuxarıdır. Yəni, bunun ən kiçik qiyməti var. Və ən kiçik qiymət də bizim N nöqtəmizin qiymətidir. Yəni, -11. A variantı uyğundur birinciyə. Təpə nöqtəmiz müsbət 4 -11 oldu. Yəni, x müsbət, y mənfi. O da olur buralarda bir yerdə. Birinci rüb, ikinci rüb, üçüncü rüb, dördüncü rübə düşür. C variantında verilib parabolanın təpə nöqtəsi 4-cü rübdə yerləşir. Bu da uyğundur birinciyə. Digərləri uyğun deyil. Keçək ikinci variantı. İkinci variantda sərbəst həddimiz yoxdur, olsun. M burada bərabərdir. -B bölünsün 4A. Yəni, -6 -B bölünsün 2A. -A bölünsün, -B bölünsün 2 vurulsun. A-mız da bizim -1-dir. Bu da bizə verəcək 6, 2, 3. N-i tapsaq, N bərabər olacaq -D bölünsün 4A-ya. D-nin dəyərini yazırıq, B kvadrat çıx 4A-sı, yəni 36 çıxılsın 4 vurulsun -1 vurulsun S-miz 0-dır. Bölünsün neçəyə? 4A-ya. Yəni 4 vurulsun -1-ə. Sürətimiz olacaq deməli -36, məxrəc -4, cavab oldu 9. M-imiz 3, N-imiz 9 oldu. Y variantına yazılıb parabola koordinat başlanğıcından keçir. Koordinat başlanğıcından keçirsə, deməli, x 0 olanda y də 0 olmalıdır. Bu funksiyada da x 0 olanda y-imiz bərabər olur. Yəni, funksiyamızın qiyməti fx 0-a. Deməli, y variantı uyğundur ikinciyə. Üçüncü üçün şərtlər yoxlasaq. Üçüncüdə m bərabərdir. -B bölünsün. B-miz yoxdur burada. Ona görə m-imiz 0 olacaq. N-imiz isə olacaq -D bölünsün 4-a. D-nin yerinə yazırıq B kvadrat, yəni 0-ın kvadratı. Çıxılsın 4, vurulsun A, vurulsun S. Bölünsün 4A-ya. Bu da bərabər olur. -10, 2 bölünsün -4 bərabər 3-ə. Deməli, M 0 oldu, N-imiz 3. B variantına yazılıb parabolanın təpə nöqtəsi ordinat ox üzərində yerləşir. Ordinat ox üzərində yerləşirsə, deməli, təpə nöqtəsinə x bərabər olmalıdır 0-a. Bizim də M-imiz 0 olduğu üçün B variantı uyğundur üçüncüyə. Cavabımız oldu 1 AC, AC, 2 Y, 3 B. Beləcə 2013-cü ilin 2-ci qrup qəbul imtahanının izahlarını bitirdik. Ümid edirəm bütün sualları başa düşərsiniz. Başa düşmədiyiniz sual olarsa şərhlərdə yaza bilərsiniz. Hamısını cavablandıracağam. İnşallah yeni izah videosuna görüşəndək sağ olun.